Selamünaleyküm əziz abituriyyentlər. Hamınıza uğurlar arzu edirəm. Deməli, baxırıq çevrə mövzusu, yəni 2025-ci il yeni test toplusu. Birinci mövzu, deməli, səhifə 173. Birdən 35-ə kimi, bəli. Birdən 35-ə. Deməli, birinci sual belədir. Deməli, çevrə verilmişdi. Deməli, çevrənin diametr verilibdi, AB diametrin. Bir də O mərkəzindən belə xət çəkilibdi. Olarsa, demək, B bucağı deyir 62 dərəcə olarsa, bir dəqiqə. B bucağı 62 dərəcə. Sonra olarsa A, C, O-nu tapın. Heç nə, yəni bu da bərabər yəni üç bucağı olduğuna görə A, C, O. Məsələn, bu A, C, O. Bu da 90 dərəcədə diametr söykənir. Bu 62, bu da 62. Deməli, C bucağı da 90 dərəcədir. Bucaq C 90 dərəcədir. Alfa ilə də 62-nin cəmi bərabər 90 dərəcəyə. Buradan alfa bərabərdir 18 dərəcə olur. 28 dərəcə. 28 dərəcə olur. Və salam. Sonra ikincisi də deməli, konsentrik iki dənə çevrə vermişdi. Yəni, eyni mərkəzi çevrələrə konsentrik çevrə deyirlər. Və onların deməli, radiusları 7 bölünsün 4 nisbətindədir. Yəni, böyüyün radiusu olsun 7x, kiçiyin də radiusu olsun nədir? 4x artıq aydın ki, bunun qalınlığı da olacaq nədir? 3x. Bəli, qalınlığı şərtdə, yəni ki, D, yəni 3x bərabərdir 6-ya. Buradan 3x bərabər 6-ya, x də bərabərdir 2-yə. Bizdən soruşur kiçik çevrənin radiusu. Kiçik çevrənin radiusu da deməli şəkildən 4x-dir. 4 vursunuz 2-yə, cavab elədir 8 deməli. Sonra üçüncü tapşırıqda da eynidir. Dördüncü tapşırıq. Çevrənin ən böyük vətərin uzunluğu 12-dir. Çevrənin ən böyük vətəri mərkəzdən keçir, yəni diametr. Bunun uzunluğu 12-dirsə, deməli radius olacaq 6 bizdən radius soruşur. Sonra 5-ci tapşırıqda da çevrənin radiusu 5-ə bərabərdir. 5-ci tapşırıqda radius 5-ə bərabərdir. Ən böyük vətərin uzunluğu, yəni diametr soruşur. 2 vurulsun 5 bərabərdir 10 cm olacaqdır. 6-cı tapşırıqda çevrə xaricindəki nöqtədən deməli, sualı oxuya-oxuya yazmaq lazım. Deməli, çevrə vermişdim. Çevrənin xaricində hər hansı bir nöqtə var. Çevrənin xarici nöqtənin çevrə üzərindəki ən uzaq nöqtəyə qədər məsafə 18-dir. Demək, ən uzaq məsafə görsün mərkəzdən keçir. Və bu məsafə, belə deyək, buradan bura qədər 18-i deyir. Ən yaxın nöqtəyə qədər məsafə 4-dür. Şəkildən görükür. Və çevrə radiusunu tapın. Aydın ki, çevrənin radiusu diametrin yarısıdır. Demək, 18-dən 4-ə çıxırsınız, diametr tapırsınız. Diametr bərabərdir, yəni 14-ə. Radius da bərabərdir. Şəkildən aydındır ki, radius da bərabərdir 14-ün yarısı. Cavab elədir 7. Sonra 7-ci tapşırıqda yazaq. Xaricində hər hansı bir nöqtə var. Buradan çevrəyə qədər ən uzaq məsafəni verirdi. Demək, 7-də ən uzaq nöqtəyə qədər məsafə deyir, mərkəzin keçir, yəni 20-dir. 20-dir. Ən yaxın nöqtəyə qədər məsafə 8-dir. Çevrənin yenə radiusunu soruşur. Deməli, buradan diametr tapırıq. Diametr bərabərdir 20 çıxsın 8-ə, elədi 12-yə. Radius da diametrin yarısıdır. Cavab elədi 6. 8-ci tapşırıq. Deməli, radiusu 7,5 olan çevrə vermişdim. Deməli, hər hansı bir çevrə radiusu 7,5-dir. Radius olsun 7,5. Bəli, çevrənin mərkəzdən AB vətərinə gedir məsafə. Demək, çevrənin mərkəzindən hər hansı bir AB vətərinə gedir məsafə. Biz bilirik ki, mərkəzdən vətərə perpendikulyar çəkəndə burada bərabər yanına üçbucaq alınır deyə. Çünki radiuslar eynidir. Bərabər yanına üçbucaq alınır. Bu bərabər yanına üçbucaqda bu həmən məsafə, yəni hündürlük eyni zamanda nədir? Mediandır. Yəni qarşı tərəfi yarı böləcək. Bəli, radius deyir 7,5-dir. Həmən deməli məsafədə 4,5-ə bərabərdir. AB-ni tapın. Şəkilə görə, məsələn, bu həmin bu OC, yəni AC ilə BC, bəli, AC ilə BC bir-birinə bərabərdir. Çünki median idi eyni zamanda, o da bərabərdir. Şəkilə görə 7,5-in kvadratı çıxılsın 4,5-in kvadratı. Bu da bir dəfə çıxırsınız
İlədi 3, toplayırsınız 12, 36, ilədi 6. Bizdən soruşur AB məsafəsi. Bu da 2 vursun 6 bərabərdir 12. Cavab 12. Sonra 9-cu tapşırıq. Çevrə vermişdi. Hər hansı bir çevrə çəkirsiniz. Bəli, çevrə mərkəzindən bu çevrəyə toxunan düz xəttə qədər məsafə 10-dur. Deməli, bu çevrə bir toxunan düz xətt çəkmişdim. Mərkəzdən bu toxunana qədər məsafə deyir 10-dur. Sonra bu çevrənin bu çevrənin radiusunu tap. Aydın ki, radiusda bərabərdir həmin də 10-a. Çünki mərkəzdən həmin çevrəyə qədər məsafə, çevrənin nöqtəsinə qədər məsafə həmin radiusun özünə bərabərdir. 10-cu tapşırıqda demək, radiusu R olan hər hansı bir çevrə verilmişdi. Çevrə verilir, radiusu R-dir. Çevrənin hər hansı bir A nöqtəsindən AC diametr çəkilmişdi. Diametr aydın ki, mərkəzin keçir, bu oldu. Bir də ki, AB vətəri çəkilmişdi. AB vətərinin deyir, uzunluğu bərabərdir R kök altı 3. Diametr də aydın ki, nədir olsun 2R. Bəli, BAC bucağını istəyir. Biz bilirik ki, məsələn, diametr söykənən bucaq düz bucaqdır. Bu şəkildə. Buradan da bu düz bucaqdan verilənlərə əsasən kosinus alfa bərabərdir. Bitişik qatet, yəni R kökdə 3-ün 2-yə nisbəti. Bu da oldu kök altında 3 bölünsün 2. Buradan aydın ki, axtarılan bucaq yəni 30 dərəcəyə bərabərdir. Ya da mərkəzi birləşdirsiniz, orada nədir? Bərabər tərəf çağırırsınız və s. Deməli, 11-ci sualdan deməli, çevrə verilir, yəni şəkil verilir. Belə AB vətər verilmişdir. Bir də mərkəzdən A və B nöqtələri birləşdirilir şəkildə. AOB bucağı deyir 120 dərəcə. Bucaq AOB 120 dərəcə. AB-nin özü nədir? 6-ya bərabərdir. Vətərə qədər məsafəni istəyir. Biz bilik ki, bu məsafə eyni zamanda bərabər yanlış bucaq olduğuna görə mediandır. Və eyni zamanda tən bölən. Bu da 60 dərəcə. 60 dərəcə. AB 6 zəhrəsən düşür 3, 3. Bizdən bu məsafəni soruşur. Deməli, 60-ın qabağı 3-sə, 30-un qarşıdakı duran 2, 3 bölünsün, kök altında 3-ə bərabərdir. Ona görə cavab elədik, kök altında 3. Ya da Pifagordan istifadə edib yazma olar. Sonra yenə 12-ci tapşırıq oxşardı. 13-cü sual. Deməli, çevrə verilmişdi. Deməli, çevrənin A nöqtəsinə AC, bir də ki, nədir? AB. Perpendikular vətərləri vermişdim bu şəkildə. Mərkəzə məsafə, deməli, mərkəzdən məsafə hər hansı bir vətərə qədər məsafə 6-dır, digər vətərə qədər məsafə 8-dir. Buradan çevrənin radiusunu soruşur. Bu da aydındır. Nədir? Pifagor teoreminə görə 10-dur. Çünki qarşı tərəf 8 olacaq və s. Sonra 15-ci sual. Radiusu, deməli, çevrə yenə çəkirik. Deməli, radiusu 6 olan çevrən AB qövsünə söykənən, deməli, bu AB qövsü olsun. AB qövsünə söykənən daxirə çəkmiş bucaq. Bu söykənən bucaq təpə nöqtəsi çevrənin üzərində olmalıdır. 45 dərəcəyə bərabərdir. Və AB qövsünün uzunluğunu istəyir. AB minor qövsünün uzunluğunu istəyir, bəli. Çünki AB qövsü bu. Deməli, AB, yəni minor, yəni kiçik, major nədir? Böyükdür, aydındır ki. Bəli, buradan demək LAB, AB qövsünün uzunluğu düstura görə alfa vursun R-dir, radiandan. Deməli, burada mərkəz bucaq olacaq 90 dərəcə. Mən bunu yazıram pi bölünsün 2. Radius da bərabərdir. Deməli, 6-ya bərabərdir. Düstura görə pi bölünsün 2-ni vurasınız 6-ya. Cavab elədi 3 pi. Sonra 16-cı tapşırıq, yenə şəkil var. Deməli, çevrənin şəklini çəkiblər, belə. Sonra deməli, bu olsun A, O, C. Bir də O-dan belə çəkiblər. Sual belədir. Deməli, AMB, bura M yazılar, AMB, bura N yazılar. Bu qövslərin deməli, uzunluqları uyğunlara 3pi, yəni belə bunun uzunluğu 3pidir. Altdakının uzunluğu da 5pidir. Və çevrən radiusunu tapın. Aydın ki, ABC qövsünün uzunluğu, yəni bu qövsünün uzunluğu bərabər oldu 3pi ilə 5pinin cəmini, elə də 8pi. Bu da çevrənin uzunluğunun yarısıdır. Çevrənin uzunluğu 2pi yer, düzdür? Bu 2pi yerin yarısı, yəni pi yer
bərabər nədir? 8 pi-yə. Buradan pi-lər ixtisar gedir. Radiusdan bərabərdir 8-ə. Digər də oxşardır. On 18 suala baxaq. 18. 18 sual. Demək, radiusu 17 olan çevrə vermişdi. Demək, hər hansı bir çevrə. Radiusu 17-dir. Və çevrənin diametrindən müxtəlif tərəflərdə 2 dənə 30 və 16 olan 2 paralel vətər çəkilmişdir. Müxtəlif tərəflərdə. Demək, mərkəzə yaxın olan daha böyük olur. AB olsun, deməli 30 qıratdan qeyd edilir. AB bərabər 30-a. Biraz mərkəzdən uzaqda olan isə biraz kiçik olur. Bu olsun M-in. Şərtə görə M-in bərabər nədir? 16-ya. Və radiusu bərabər 17-yə. Bu vəhdələr arası məsafəni tapın. Bu vəhdələr arası məsafəni mərkəzdən keçidirəm ki, rahat olsun. Bilirsiniz ki, o zaman nədir? Yarıya bölür də vətərləri. Bəli, deməli, AB vətərin uzunluğu 30-da, BC 15-dir, AC də nədir? 15-dir. Eyni zamanda M-nin uzunluğu 16-da, D-nin də 8-dir, bu da 8-dir. Radius deməli 17, bəli, Pifagor teoreminə görə yuxarıdan 17 və 15-ə görə bunu 8 tapırsınız. Aşağıdan isə 17 və 8-ə görə Pifagor teoreminə görə OD-nin də nədir? 15 tapırsınız. Beləliklə C-dən uzunluğu bərabərdir 8-dən 15-in cəmi bu deməli 22. Deməli bir daha yazaq. OC-ni necə tapdıq? OC bərabərdir 17-nin kvadratı 15-in kvadratı. Bu 8-dir. Sonra OD-nin kvadratı isə bərabərdir 17-nin kvadratı çıxılsın 15-in kvadratı. Yox, 8-in kvadratı 8. Bu deməli nədir? 15. Bizdən soruşub bunların cəmi 8, 15 bu nədir? 23-ə bərabər. Sonra 19 tapşırıqda radius 25 çevrə verilmişdi yenə də çevrə. İndi isə diametrin bir tərəfindən, mərkəzin bir tərəfdə 2 dənə paralel vətər çəkilmişdi. Biri olsun məsələn AB. Vətərin böyüyün uzunluğu şərtə görə 40-dır. Bir də olsun C-də paralel vətərlər çəkilmişdi. C-dən də uzunluğu şərtə görə 30-dur. Radius da bərabər nədir? 25. Bu vəhdələr arasındakı məsafəni istəyir. Bax, şəkildən M-ni istəyir. M-N. Belə, mərkəz olsun o. Deməli, C-də 30-da, onda bunlara düşür 15-15. Bəli, yuxarıda AB, C-də 30 idi. Bəli, yuxarı, 15-15. Aşağıdakı da 40-da, hərəsində düşür nədir? 20-20. Beləcə. Deməli, buna birləşdirsən, baxın, O-la B-ni. Bu Pifagor teoreminə görə bu 25, beləcə. Bu da B-in bərabərdir 20-yə. Ona görə O-in hissəsi bərabər olacaqdır. Kök altında 25-in kvadratı çıxılsın nədir? 20-nin kvadratı. Burada 625-dən 4 çıxan 225 buraya da 15. Sonra deməli, qırmızı ilə göstəreyim. Deməli, C ilə də O-nu birləşdirsəniz, bu olmuşdur deməli, radius 25. Bəli, boş bucaqdan da biz tapaq nədir? OM-i. OM də bərabər olacaqdır. Deməli, 25-in kvadratı çıxılsın CM, yəni 15-in kvadratı. Belədir 20. Bəli, bizdən soruşda bu X-i, yəni M-ni. X-ə bərabərdir. Həmən MO, bəli, çıxılsın nədir? OM-də, bəli, OM. O da bərabərdir. 20-dən çıxırsınız 15-i, cavab elədir 5. Belə. 20-ci misala baxaq. Deməli, çevrə vermişdim. Deməli, çevrədə deməli, o mərkəzdir. Sonra belə. Bir dənə şəkil çəkim. Bir dənə baxın, burada bir dənə kvadrat var. Belə. Mərkəz bax bu olsun. Deməli, O mərkəzdir. Bu da O, D, C, B kvadratıdır. Bax belə. Obşun BY, B-dən Y-yə qədər olan hissə. Bu bərabər 5 vurulsun kök altında 2 çıxılsın 1. Olarsa çevrən radiusunu tapın. Demək, çevrən radiusunu götürək X olsun. X. Yox, kvadrat tərəfini X verək. Onda çevrən radiusu, məsələn, O-dan C-yə görsə çevrən radiusu OC. Şəkil əsasən çevrən radiusu X kök altında 2-dir. Artıq radius bərabər nədir? X kök altında 2-yə. Bu BY hissəsi isə, BY hissəsini tapmaq üçün
Yəni OY-dən, yəni radiusdan çıxmaq lazımdır OB, yəni x-i. OY deməli artıq radiusdur, oldu x kök 2. Çıxdığınız x-i bərabər oldu BY-yə, yəni 5 vurulsun kök 2 çıxılsın 1. Bəli, buradan x-i çıxarsın mötərizə xaricinə və kök 2 çıxsın 1-ə ixtisar edirik. Beləliklə x bərabər 5-ə. Bu x istəmirlər, bizdən radius soruşur. Radius bərabər x kök 2-yə. Onun ki cavab oldu 5 kök altında nə deyir 2. Yox, çevrən uzunluğunu soruşmuş deyəsən, çevrən uzunluğu. Neyse, radius 5 kök 2-dir, çevrən uzunluğu 2 pi yerdir. 2 pi e cavab elədi 10 kök altında 2 nə deyir? 10 kök altında 2 pi. Sonra deməli 21-ci tapşırığa yenə baxaq. Deməli çevrə vermişdim. Deməli belə şəkil çəkilib, belə bu kvadratdır. Mərkəz O-dur, kvadran tərəfləri də B-dir, təpə nöqtələri B-dir, C-dir, bir də D. Bu olsun Y. Yuxarıdakı nöqtədə Y-dir. Neysə. Sonra bir də diagonal belə çəkmişdilər. B-dən D-yə, yəni diagonal BD bərabər nədə? 6 kök altında 2-yə olarsa, yəni bizdən soruşur B-yəni. B-y nəyə bərabərdir? Aydın ki, məsələn, bu O x-dirsə, O x-dirsə, bu da B-də olacaq x kök 2. Bu da bərabər deməli 6 kök 2-yə, ona görə x bərabər oldu 6-ya. 6 B-yəni tapmaq üçün, B-yəni tapmaq üçün O-y'dən, O-y artıq məsələn birsə radius. O-y'dən çıxmaq lazımdır O-B-yə. Bəli, deməli radius oldu x kök 2. Çünki bu həmən belə deyək də O-C-dir, O-y-dir. Bunların hamısı radiusdur və hamısı x kök 2-dir. Bəli, yəni 6 kök 2. O-y'dən, yəni O-y, yəni radius 6 kök 2-dən çıxırsa O-B-ni, yəni x-i. X 6-dır. Buradan 6-nı qabağa çıxardırıq. Cavab elədi 6 vursun, kök 2 çıxılsın 1. Sonra 22-ci misala baxaq. 22-ci misalda deməli belə şəkil çəkiblər. Çevrədə deməli bu PQ dediyi PS, RS bu mərkəzin keçir. Mərkəzin keçir. Bir dənə də PQ paralel demək vətərdir. PQ bir də UT belə. Bu olsun U, bu olsun T. Bəli, R-dən S demək D-dır, çevrənin diametridir RS. Bu olsun çevrənin diametri. PQ ilə də TU isə bu diametr paraleldirlər və hamısı da bir-birinə bərabərdir. Deməli, PQ bərabərdir TU-ya, o da bərabərdir 6-5D-ya şərtə görə. Olarsa, vətərlər arasındakı məsafəni tapın. Bu da vətərlər arası məsafəni və mərkəzini çəkənin ki, daha rahat olsun. Bu olsun MN. MN. Deməli, burada deməli çevrənin diametri D-dırsa, radiusu olacaqdır D bölünsün 2. Məsələn, həmin bu O ilə U-nu birləşdirsək, bu oldu radius, yəni D bölünsün 2. Deməli, U-dan T-yə qədər də 6-5 isə, U-dan N-ə qədər də bunun yarısı olacaq. Çünki bu ON bilirsiniz ki, perpendikularsa eyni zamanda olacaqdır. Bu üçbucaqdan aydındır ki, bərabər yanlı olduğuna görə median. Ona görə UN, yəni UN bərabər UT-nin yarısı, yəni 6-5D-nin yarısı, yəni 12-də 5D olacaqdır. Bu da oldu, deməli 5D bölünsün 12. Bəli, bizdən soruşur, deməli MN-i mən gəlin bu ON-i tapın vurum 2-yə də. ON bərabərdir. Pifagor teoreminə görə D bölünsün 2-nin kvadratı, deməli, yəni D kvadrat bölünsün 4, çıxılsın 5D bölü 12-nin kvadratı. Yəni 25D kvadratı bölünsün 144. Bəli, orta mərəc bunlara aydın ki, 144-dür. 144-ü 4-ə böldü, elədi 36. Yuxarıda qaldı 36D-nin kvadratı. Çıxılsın deməli 25D-nin kvadratı. Yuxarıda elədi 11D kvadratı, belə də D kök altında 11 bölünsün 12. Beləcə. Bizdən soruşduğu MN idi. MN tapmaq üçün 2-ni vurmaq lazımdır o yenə. Yəni 2-ni vurasınız D kök altında 11 bölünsün 12'ye. Bu da oldu D kök altında 11 bölünsün nədir? 6. Bəli. Son 24-cü suala baxaq. Deməli, çevrə verilir.
Demək, hər hansı bir A nöqtəsindən bu çevrəyə AB demək toxunam çəkilmişdi. Bir də ki AC. Bilirsiniz ki, toxunanlar bir-birinə bərabərdir. A ilə də mərkəz birləşirlər. Biz də bilir ki, o zaman nədir? Bu nədir? Tənbələndir. Bəli. Deməli, BAC 60 dərəcədir. Hərəsinin üçün 30 dərəcə, 30 dərəcə. A-dan o yana 24'dür. Aydındır ki, 30'un qabağında duran kat hipotenuzun yarısıdır. Ona görə də radiuslar olacaqdır 12, 12. Bu şəkildə. Ona görə də o bucağı isə olacaq 120 dərəcə. Xaricdəki hissəsi isə olacaq 240 dərəcə. Məsələn, bu olsun 240 dərəcə. Bizdən soruşur BNC qövsünün. Bura bir en yazıla. Bəli, ştrixləyim. Bax, BNC qövsünü soruşur. Biz də bilir ki, qövsün uzunluğu L BNC. Bəli, bu bərabərdir pi r alfa dərəcə bölünsün 180 dərəcə. Bu da bərabər pi. Demək, r-nın yerinə 12 yazırsınız. Bölürsünüz 180'da. Bir də ki, vurursunuz 240'a. Bəli, 240'dan 180 deməli ixtisar geçsin 60'a. Burada 3 qaldı, yuxarıda 4. Bu da bərabərdir. Demək 48 pi qaldı yuxarıda. 48 pi-ni də bölürsünüz 3'ə. Cavab elədir 16 pi. Cavab 16 pi. Sonra 25-ci tapşırıq. Çevrənin diametri vətərlə kəsişir. Demək, çevrə vermişdim. Bu da çevrənin demək diametri olsun. Vətərlə bu şəkildə kəsişir. Beləcə. Deməli, və uzunluğu 3 və 7 santim hissələrə bölünür. O 3 olsun, böyük də nədir? 7 olsun. 3 və 7 santim hissələrə bölünür. Sonra çevrənin mərkəzdən vətərə qədər məsafə 2-dir. Biz bilir ki, mərkəzdən vətərə perpendikular çəkəndə bunu yarıya böləcəkdir. Bəli. Bu deyir 2-yə bərabərdir. Sonra vətərlə diametr arasındakı ixtibucağı tapın. Bu alfa nədir? Bizdən soruşur. Bu 7'ni yuxarıdan yazsaq, deməli bu 3 ilə 7'nin cəmi elədi 10, yarısı elədi 5. Ona görə bu altdakı parçanın uzun olsun belə 5. Aha. Onda 7'dən 5 çıxdıq, deməli bura hissə elədi 2. Deməli artıq bu üçbucaq oldu bərabər yana düzbucaq, üçbucaq. Ona görə alfanın payına 45 dərəcə düşür. Sonra 26'da yazaq. Deməli çevrə vermişdi. Belə. Çevrənin deməli diametrini çəkirik, vətərlə kəsişir və 45 dərəcə bucaqda kəsişir. Bu olsun 45 dərəcə. Sonra vətəri 2-dən hissəyə bölür. 2 və 6 santim hissələrə bölür. Böyük olsun 6, kiçik olsun 2. Mərkəzdən vətərə qədər də məsafə tap. Biz yenə deyək, mərkəzdən vətərə perpendikular çəkəndə 1-2 bunu yarıya bölür. Demək, 6 ilə 2-ni topladıq, böldük 2-yə, elədi 4. Demək, yarıya bölür deyə bu hissəsi 4'dür. 6'dan 4 çıxanda bu hissəsi oldu 2. 45-45 olduğuna görə bu düzbucaq bərabər yanıldı. Ona görə məsafə, yəni mərkəzdən vətərə oyun məsafəsi, yəni 2 bərabər nədir? 2-yə. 27-ci tapşırıq. Demək, düzbucaqlı vermişdin. Demək, ABCD düzbucaqlısı vermişdin. ABC'nin. Bunun daxilində demək 2 dənə bərabər çevrə var belə. Sonra A-dan D-yə 36'dır. Biz bilir ki, məsələn, bax, bu çəkdik xətt var, emin 36 zaman 2 bərabər hissəyə bölür. Deməli, bu olsun 18, bu olsun 18. Deməli, 18. Sonra kəsmə nöqtələri arası məsafə 12'dir. Yəni, bu kəsmə nöqtələri arası məsafə bu qara çəkdim, bax, bu 12'dir. Mən də mərkəzdən bir dənə diametr çəksəm, birisi bu 12'ni 2 bərabər hissəyə böləcək də 6, 6. Bu olsun 6, bu olsun 6. Aha. Bu ayın məsafəsi birisi 18'dir, yuxarıdan qeyd eləyək. Bu qıraqdakı bu hissədə x yazıram. Deməli, daxildə vətərlə kəsişir, ona görə 18'in x-i hansıdır? Bərabərdir 6'nın 6'ya hansıdır? X elədi 2. X 2 isə demək artıq diametr bərabərdir 18'in x-in, yəni 2'nin cəminə belədir 20. Soruşur AB-ni tap. AB də aydındır ki, diametrə bərabərdir. Bu da oldu 20. Sonra 29-cu tapşırıq. Radiusu 15, 17, 12 çevrə xaricdən toxunur. Bir olsun böyük.
bu çevrələr xaricdən bu şəkildə toxunur. Kiçik çevrənin A nöqtəsindən çevrənin mərkəzləri birləşən parçaya, deməli, kiçik çevrənin A nöqtəsindən bu mərkəzləri birləşdirən O1, O2'ni birləşdirən parçaya paralel xətt çəkmişdim. Buradan belə bir paralel xətt çəkmişdim. Sonra deməli bu olsun A, B, C xətti. Deməli radiusun böyüyü deməli 17'dir. Bu olsun 17. Kiçi de olsun belə deyək 15'dir şərtə görə belə 15. Bu da olsun 15. Olarsa bizdən soruşur AB nəyə bərabərdir? B'dən hündürü endirsək, aydındır bu şəklə görə bu 15. Pifagor teoreminə görə 17, 15 aşağısı elədi 8. Yəni sonra deməli buradan bura məsafə xəttə göstərirəm. Bu da radius olduğuna görə 17'dir. 17'dən 8'ini çıxırıq. Bu da elədi 9. Beləliklə x-də görürsünüz ki 15'dən 9'un şəkildən görükür. 15'dən 9'un cəmidir. Ona görə x-də bərabərdir 24'ə. 30-cu suala baxırsınız. Deməli traktorun deməli ön təkərin radiusu arxa təkərin radiusundan 3 dəfə kiçikdir. Deməli balıq kiçiyin ön təkərin radiusu x olsun. Arxa təkəri aydın ki ön təkərindən biraz böyük olur. Bu da olsun nədir? 3x şərtə əsasən. Bir də şərtə görə pi-ni deyirlər 3 götürək. Aydın ki çevrənin uzunluğu kiçik çevrənin uzunluğu 2 vurulsun 3 vurulsun 2 sırada 6x. Böyük çevrənin uzunluğu da 2 pi. Onda yerinə yazanda 2 vurulsun 3 vurulsun deməli r da 3x-dir. Bu da elədir 18 2. Burada bəli 6x kiçiyin yəni ki uzunluğudur. Gedir 2700 metr məsafə. Böyük çevrənin uzunluğu 18x-dir. Bu da gedir 2700 metr məsafə. Aydın ki məsafəni çevrənin uzunluğuna böləndə neçə dəfə dövr etdiyi tapılır. Buradan 2700'ü 6x-ə böləndə kiçiyin neçə dəfə dövr etdiyi, 2700'ü də 18x-ə böləndə böyüyü neçə dəfə dövr etdiyi tapılır. Kiçik böyüyə nisbətdə 600 qədər artıq dövr. Ona görə kiçiyin üzərinə 600 gələ böyüyə bərabər olsun. Bunu hər tərəfində 100'ə bölsəniz biraz sadələşir. 27 bölünsün 8 çıxılsın. 27 bölünsün 18 bərabərdir. Deməli buradan 6 arırsınız. Yaxşı olar ki burada da biraz sadələşdirək. Yəni 3'ə bölək. Çıxılsın deməli 9 bölünsün 18 o da bərabərdir. Deməli 3'ə böldü 2. Neyse hər tərəfə 18x'ə vuraq. 18x'ə vuraq. Onda elədi 18 6'ya böldüm deməli 3. 27 çıxılsın 9. Bərabər 36x olacaqdır. Buradan 18 bərabərdir 36x'ə. X-də bərabərdir 2'də 1'ə. Cavab elədi 0.5. Bizdən kiçiyin radiusunu soruşur. Ona görə 0.5'dir. 31-ci suala baxaq. Belə çevir verib böyük. Sonra biraz ortancı. Yəni kiçik. Bunda mərkəzdən keçir hamısı şəklə görə. A, B. Aha. Yəni demək deyir ki, AB bərabərdir 12 olarsa çevrələrin uzunluqları cəmi tapın. Bəli, çevrənin uzunluqları X, Y, Z olsun, yəni ki radiuslar. Yəni deməli birinci AB, yəni aydın ki 2x üstə gəlsin 2y, üstə gəlsin 2z ya da diametrin işlemi olar. Belə də 12. X üstə gəlsin, Y üstə gəlsin Z də bərabər oldu 6-ya. Çevrənin uzunluqları cəmi. Deməli böyük çevrənin uzunluğu 2px-dir. Obsi ortancıl 2pi-y-dir. Axırıncı 2pi-z. Bəli 2pi-ni önə çıxarsa alırıq x üstə gəlsin y üstə gəlsin z. Mötərizə də 6 olduğuna görə 2pi-ni vurasınız 6-ya. Cavab elədi 12pi. Sonra 33-cü suala baxırsınız. Demək şəkildə belə mərkəzdən bir dənə çevrə eyni radiusdur. Çevrələrdə bir-birinə toxunurlar. Bu şəkildə. Aha. Beləcə, deməli onların uzunluqları cəmi bir dənəsinin uzunluğu 2pi-dirsə, burada 5 dənədir. Bunların uzunluqları 5 2pi-dir. Şərtə görə 20pi-dir. Buradan deməli 10pi radius bərabər olacaq 2-yə.
ABC dörtbucağısının perimetrini soruşur. Mən bir dənə burada deməli A nöqtəsi yuxarıda qeyd olundu. B nöqtəsi. Yəni bunlar mərkəzlərdir. D də soldakının, C də aşağıdakı mərkəzdir. Bunları birləşdirsək alırıq kvadrat. Çevrələr çünki bir-birinə bərabərdir. Bunlar oldu nədir? Kvadrat. Bəli, bu kvadratın tərəfini tapaq. Vuraq 4-ə çünki dörtbucağın perimetrini soruşur. Buradan deməli O yazsaq kəsməyə. Radius 2 olduğuna görə O A'dır, sonra O B'dir. Bunlar hamısı 4 olur. Yəni tərəf oldu. Tərəf oldu 4. Ona görə AB oldu. Tərəf şey deyirəm. O A'nın OB. O A O B. Bu 4-sə ona görə AB tərəf olacaq 4 kök 2. Bəli, bunda perimetri bərabər 4 vursun 4 kök 2-yə. Cavab oldu 16 kök 2. 35-ci suala baxaq. Deməli, ABC üçbucağı verilmişdi. ABC üçbucağında şəkil çəkək. Deməli, A, B, C təpə nöqtələridir. Bir də ki, baxın, B mərkəzi belə bir çevrə var. Şərtə görə B mərkəzi deyir. Bir də ki, KM, bu da K medianlarının kəsməsidir. Şəkili bütöv çəkirik. M aydındır ki, tərəfin ortasına gedir. K-da nədir? Medianların kəsməsi. Biz də bir ki, medianlar bir bölünsün 2 nisbətdə bölünür. Sonra B bucağı da deyir 50 dərəcə bərabərdir. Və şərtdən BK-sı bərabər 9-a. Aydındır ki, yuxarısı olacaq nədir? 18. Soruşur bizdən, bura Y-dir, bura F-dir. Soruşur L, Y, K, F qövsün uzunluğu. Qövsün uzunluğu düsturu pi r bölünsün 180 dərəcə vursun alfa dərəcədir. Oradan pi r pi'dir. R-nın yerinə 18 yazırıq. Çünki nədir? Buradan BK-dır, BY-dir. Bunlar hamısı 18-dir. Pi deməli vursun 18 bölünsün 180 vursun bir dənə 50. Buradan 18-in 180 ixtisar getdi 10 qaldı. 50-ni də 10-a böldüyünüz cavab elədi 5 pi. Baxırıq deməli səhifə 175-ə. Birdən deyəsən 92 olmalıdır. Birdən 92. Deməli, birinci sual belədir. Çevrə verilmişdi. Deməli, çevrədə O mərkəzidir. Bir də ki, vətər radiusa çəkilib. B-dir, A-dır və A nöqtəsindən bir dənə toxuna çəkilmişdir. Deməli, O bucağı 68 dərəcədir. Bizdən soruşur. Deməli, bucaq BAC-ni. Yəni, baba X yazıraq, baba bunu. Aydın ki, 68-in qabağındakı qövs 68-dir. Bucaq X-də bərabərdir. Həmən söykəndi qövs, yəni ki, 68-in nədir? Yarısına. Bu da bərabərdir 34. İkinci tapşırıq. Yenə çevrə verilir. Deməli, A çevrəyə toxunan çəkilmişdir. AD toxunanı, AB-də vətərdir. Vətərin uzunluğu 12 cm-dir. BAD-də 30 dərəcədir. Aydın ki, qarşısı 60 dərəcə olacaqdır. Bizdən soruşur çevrənin radiusu. Buradakı üçbucaq deməli 60, O bucağı da 60 dərəcədir. B də 60-dır. Deməli, üçbucaq oldu bərabər tərəf üçbucaq. Ona görə də radius da 12 bərabərdir. Sonra 4-cü tapşırıq. Deməli, çevrə verilir. Deməli, burada A, belə bir A, O, B, bu da C. Deməli, bu olsun IM. Bir də ki, M-lə toxunan çəkilmişdir. Belə. MAC 15 dərəcədir. 15 dərəcə. MC A-nı, yəni alfanı soruşur. Onunla M-i birləşdirsək, aydın ki, bu üçbucaq bərabər yanıldı. Radiusa toxunana perpendikulardır və bu A 15 isə M 15-dir. O bucağı da xaric bucaqda 30 dərəcə. Onda aydın ki, alfa da bərabərdir. M 90 olduğuna görə alfa da 60 dərəcə olacaqdır. 6-cı tapşırıq. Yenə şəkil çəkilib. A nöqtəsinin çevrəyə toxunan çəkilmişdir. Sonra B nöqtəsindən də BOC diametr çəkilmişdir. Belə. A, B, C. Bu 50 dərəcədir şərtə görə. D, A, B-ni, yəni bu X-i nədir? Soruşur. A-la onu birləşdirsəniz, deməli buradan diametr nədir? Toxunan radiusu perpendikulardır. Sonra bu OA, OB bərabər deyə bərabər yanlıdır. Bu da 50 dərəcədir.
X'in də 50'nin cəmi 90 dərəcədir. X-ə bərabər olacaq 40 dərəcəyə. Sonra 7-ci tapşırıq. Deməli, yenə çevrə vermişdim. A nöqtəsindən çevrəyə toxuna çəkilmişdi. AD. Sonra AB vətər çəkilibdi. Sonra BOC diametri çəkilmişdi. Sual belə DAB 55 dərəcədir. Bəlkə tərsidir. ABC-ni soruşur. Demək, A-la onu birləşdirsəniz, radius toxuna perpendikulardır. Demək, 90'a 55 çıxırsınız, o AB-ni tapırsınız, elə də 35. Ona görə də X-də bərabərdir. Bu da üçbucaq bərabər yanı olduğuna görə X-də bərabər olacaq 35 dərəcəyə. Sonra 8-ci tapşırığa baxaq. Deməli, çevrə verilir. Belə. Deməli, OD olsun diametr. Sonra belə şəkil çəkirlər. Belə. B'dən bir dənə A. Demək, AB-də 130 dərəcədir. Şərtə görə ABD 130 dərəcə olarsa, tapın ABC-nin X-i. Biz bilir ki, bu diametr sökülən bucaq düz bucaqdır. Ona görə bu 90 dərəcə olacaq B bucağı. X-ən də 90'ın cəmi 130 olmalıdır. Şəkilə görə X-də bərabərdir 40 dərəcəyə. Sonra 10-cu tapşırıq. Deməli, çevrə verilir yenə. Deməli, şəkildə diametr COB diametridir. Belə vətərlər çəkilib. Aydın ki, A bucağı 90 dərəcə, çünki diametr sökülən bucağı 90 dərəcədir. BC deyir 8'dir. Bu olsun 8, AB də 4'dür. Aydın ki, onda bu C bucağı nədir? 30 dərəcədir. Elə bizdən onu soruşur. Yox, onu soruşmur. Alfanı soruşur. Alfa da 60 dərəcə. Niyə 30 oldu? Çünki 4, 8 olduğuna görə 30'un qabında duran KT pitonzu yarısıdır. 12'ci son. Deməli, çevrə yenə verilir. Yenə şəkil var. Belə. Deməli, bu olsun MP. Bu diametrdir. Sonra OK. Demək, MK vətər radiusu bərabərdir. MK deməli, buradan bir 60 dərəcə, yəni bərabər tərəf müsamil gəlir. PK onu soruşur. Aydın ki, diametr söykəni deyil, K 90 dərəcədir. K 90 dərəcədir. Deməli, bunlar 60-60. Ona görə də alfa ilə 60'ın cəmi 90 dərəcə olmalıdır. Alfa ilə payına 30 dərəcə düşür. 14. Deməli, yenə çevrə şəkil çəkək. Sual belədir, şəkil yoxdur. Deməli, çevrən hər hansı bir A nöqtəsindən AC diametr çəkilmişdir. Yəni, bu mərkəzi keçir. Bir də AB vətər çəkilibdir. AB. Deyir, vətərin uzunluğu R kötü 2'dir. Aydın ki, diametri 2R. BAC bucağını soruşur. Deməli, bunu birləşdirsə, bu 90 dərəcə B bucağı. Pifagora görə BC R kötü 2'dir. Şu bucaq bərabər yanı düz bucaq olduğuna görə alfanın payına 45 dərəcə düşür. Ya da mərkəz birləşdirirsiniz, oradan yazma olar. Deməli, 15-ci sual. Çevrə yenə verilir, şəkil yoxdur. Çevrə mərkəzi daxil çəkilmiş BAC bucağın AC tərəf üzərindədir. Deməli, mərkəz daxil çəkilmiş BAC bucağının demək, bir dəqiqə. BAC bucağının AC tərəf üzərindədir. Yox, səs çəti deyəsən, 15'də. Deməli, çevrənin mərkəzi daxil çəkilmiş BAC-nin belə BAC belə mərkəz AC-nin üzərindədir. AC deyir 18'dir. Onda aydın ki, radiusları düşür 9. BAC də 60 dərəcə olarsa, tapın deyir AB-ni. Bəli, yenə də bu birləşdirəndə bu B 90 dərəcədir. Sonra 30'un qabağında duran bu katet 18'in yarısıdır. X bərabərdir. Yəni AC-nin yarısı 18'in yarısı cavabı 9. Sonra 17-ci misalda şəkildir. Burada yəni ki, şəkil çevirəm asan da burada M bucağı 40 dərəcədir. Yəni N qövsü də 32 misli 60'dır.
Bəli, buradan 40-ın 60-a nisbətini soruşur. O da elədi 2-nin 3-ə nisbət. 18-in misalda M 20-dir, N isə 25-in ikisi ilə 50-dir. Bunların nisbətini soruşur da Y bəndi 2 bölünsün 5. 20-ci tapşırıqda 20 şəkil var, şəkil verilmişdi. Deməli belə. Bu olsun DB. Belə şəkil verirlər. Bu da OA. Demək, ABD 110 dərəcədir. ABD. Bəli, bu da 90 dərəcə olduğuna görə ABD 110-sa deməli ABD. Onda burada olduğu 20 dərəcə. Bərabər yan tipdə 20 dərəcədir. Bizdən x-i soruşur. X də bərabərdir. 180-dan 40-ın çıxırsın. Cavab elə 140. Sonra 21-ci sual asandır. Burada A bucağı 32 isə, O bucağı da 2 mislidir. Ona görə 64. Sonra 22-ci misalda BAC. Yəni A bucağı 65-dir. Yəni şəkil çəkmirəm, üzərində yazaq. Demək, A bucağı 65 isə CB qövsü də bərabərdir 65-in 2 misli, yəni 130-a. Bu 130-la M-nın cəmi də 130-la M-nın cəmi də yəni 180-dır. 130-la M-nın cəmi 180-dır. Ona görə M qövsünə düşür nədir? 50 dərəcə. 23-cü tapşırıq. 23-cü tapşırıq. Demək, BA və BC toxunanlardır. OBA-dir 30 dərəcəsə, aydın ki, OBC də 30 dərəcədir. Bucaq deməli B də bərabərdir 30-la 30-un cəminə, ona görə bərabər oldu 60 dərəcə. Sonra 25-ci sual. 25-ci sual demək, çevrə vermişdim. Şəkil var, bu belə. Basın C, O, B. Bu da A. Aha. Demək, AMB qövsünün dərəcəsi şərtə görə 46-dır. Deməli, soruşur ABC-ni, yəni alfa. Deməli, burada elə C ilə A-nı birləşdirsəniz, bu aydın ki, diametr sökülən bucaq düz bucaqdır. Onun ki, 46-sa yarısı ilə də 23C. Alfinin 23-ün cəmi 90-dır. Buradan alfanın payına 67 dərəcə düşür. Ya da A ilə onu birləşdirmək olar. Sonra 26 sualda da aydındır. Deməli, N qövsü 82 isə bizdən soruşur BAC-ni. Deməli, CB bərabərdir 180-dan 82-ni çıxarsınız. Tapasınız. O da 90 deməli 98 dərəcə. CB 98-dir. A isə 98-in yarısıdır. Baxır 27-ci suala. Deməli, çevrə verilmişdi. Çevrənin daxilində 2 dənə vətər. Deməli, DC, bir də ki, A, belə kəsir. Deməli, AKC. Deməli, bu hissəsin burası 80 dərəcədir. AKC. Ondan sonra aşağısı 120 dərəcədir. Yuxarıdakı M-i soruşur. Biz də bilirik ki, bu 80, yəni bunların kəşməsində olan bucaq söykəndi qövslərin cəminin yarısıdır. 120-nin M-nin cəminin yarısı. Burada M-i tapanı 2-nin buradan 80-da 160. 160-dan çıxırsan 120. Cavab elədir 40 dərəcə. Yəni bunların cəminin yarısı bərabərləşdir. Belə. Sonra deməli 28-ci suala baxaq. Yenə şəkil vermişdim. Bu olsun deməli AD. Bu oldu mərkəz. Sonra diametri bıçaq söykənmişdim. Bu olsun C bıçağı. Bu da 90 dərəcədir aydındır. Bir də biri bir xət çəkirlər. AC bərabərdir deməli A-dan C-yə, B-dən D-yə. AC, BD. Bir dəqiqə. Bəli, AC, BD bu qövsər şeyinədir AC vətəri ilə BD vətəridir eynidir. BD isə 32 dərəcədir. BD isə 32 isə bunun qabaq elədir 64 dərəcə. Bəli. Sonra deməli AC ilə də bu BD eynisə onda belə çıxır ki, AB qövsü ilə də CD qövsü eyni olacaq. Çünki onların gərdiyi bu qövslər eyni olmalıdır. AC-nin ayırdığı
ABC, yəni bax yazaqda burada ABC qövsü bərabərdir BD-nin ayırdığı BCD qövsünə. Bunların içində 64 var deyə ona görə CD ilə B ayırdı XX düşür. Bunlar da cəmi 2 üstə gəlir 64. Üstə gəlir x bərabər 180-də. Buradan 2x bərabərdir demək 116-ya. X-ə bərabərdir 58-ə. 58 bizdən soruşdu demək CAD-ni. Bura bir alfa yazaq. Alfa da həmin x-in yarısıdır. Yəni 58-in yarısıdır. Bu da oldu 29 dərəcə. Sonra 29 suala baxaq. Demək şəkil var. Belə. Bu da O mərkəzdir. Deməli OC radiusdur. Bu da belə. Deməli. Burada yenə bu qövslər eynidir. AC ilə AD qövsləri eynidir. DCO. Bu da olsun DCO deməli 20 dərəcədir. Soruşur deməli bizdən BOC-ni. Bu nəyə bərabərdir? Deməli bunları birləşdirsək, DN-ı bu da oldu 20 dərəcə. 20 dərəcə oldu bərabər yanlı. Şübhəsiz ki bu AC ilə də AD eyni olduğuna görə, ona görə bu bərabər yandan ayırdıqları bu bucaqlar da eyni olacaq. Bax bu bucaqlar da eyni olacaq. Yəni çünki artıq məsələn AC ilə AD qövsü eynidir. Şübhəsiz ki həmin bu dediyimiz bu x və bunu tapacaq. Bu alfa dediklərimizdə həmin qövsləri sökər. Yəni bir sözdən bərabər yanlış olduğuna görə oturacaqlar eynidir. Deməli 20 ilə 20 cəmi 40. 2 alfanı tapmaq üçün 180-dan çıxdıq 40-ı. Elədi 140. Alfa da bərabər 70-ə. Alfa ilə x-in cəmi də görürsünüz ki 180-dır. Alfası 70 isə x də bərabərdir 110 dərəcəyə. Cavab 110 dərəcə. Deməli 30-cu tapşırıqda yenə şəkil vermişdi çevrə. Sonra deməli bu A-dır. Belə. Deməli şərtə görə AB bərabərdir BC-yə. Eyni zamanda aydın ki radiuslar da eynidir. Ona görə burada bizdən soruşur BAO-nu, yəni alfa. Bu A alfası C alfadır. Çünki A ilə C-ni birləşdirəndə 2 dənə bərabər müsavam eləyir. Oturacaqlarını toplasanız belə deyək. Eləcə alfa. Eyni olacaq yəni. Sonra AOC 2x-dir. Yəni yuxarıdakı 2x-dir, altdakı 5x-dir. Bizdən alfanı soruşur ancaq. Mən bunu deməli 4 bucaqlı tamamlasam. Yəni birisi ki çevrə daxilini çəkmiş 4 bucaqlını. Bu qarşı bucaqların cəmi 180 də. Bunu deməli bəli. Deməli tamamlasaq. Onda yuxarısı oldu 2x. Bu x-ən də qarşı-qarşıya duranların cəmi 180. Oradan 6x 180-dır. X də 30 dərəcə. Beləliklə B bucağı, yəni bucaq O üstə gəlsin bucaq B. Elədi 7x. 30-a varan 210. Sonra bunlar da cəmi bilirsiniz 360 olmalıdır. Ona görə alfanın da alfanın cəmi bərabərdir. 360-dan 210-u çıxaq. 360 çıxılsın 210. Eləsin 150. Ona görə alfa düşür nədir? 75 dərəcə. Belə. Deməli 31-ci suala baxaq. 31-ci sual. Deməli yenə şəkil var. Bunun daxilinə çevrə çəkilmişdi. D bucağı, sonra F bucağı, burada Y nöqtələri. Sonra A bucağı deyil 80 dərəcədir. B bucağı da 60 dərəcədir. Tapın bizdə. Deməli bunu alfanı tapmaq lazımdır. Şübhəsiz ki bu toxunmalar eynidir. Ona görə şu bucaq bərabər yanlış bucaqdır. Deməli burada 60 dərəcə, 60 dərəcə. Yuxarıdakı da 80-dır. 180-dan 80 çıxırıq 100. Hərəsindən düşür 50 dərəcə. Deməli 60-ın, yəni D-nin ətrafındakı 60-ın, alfanın və 50-nin cəmi 180 verir. Bu da 110-dur. Alfa da bərabər 70 dərəcə. Sonra 32.
Çevre 5, 6, 7 nisbətində 3 dənə hissəyə bölünmüşdür. Sonra və buna toxunanlar çəkilmişdi. Ən yaxşısı üçbucağın daxilini bir dənə çevrə çəkək. O zaman bilirsiniz ki, çevrə yenə də üçbucağın tərəflərini toxunur. Yəni 3 bərabər hissəyə bölünəcək. 3 dənə üzr hissəyə bölünəcək. Bunların cəmi 5x, 6x, 7x. Bunların cəmi 360'dır. Demək 11, 18x 360 oldu. X də bərabər 20-yə. Demək qövsün biri 5x, yəni olsun 100. Digəri 6x olsun 120. Digəri də 7x olsun 140. Bizdən soruşur deməli şəkil tam çəkməmiş. Bizdən soruşur YDF bax bunu. Bu alfanı soruşur. Alfa da 140'a söykənlidir. 140'ın yarısı olur. Cavab oldu 70 derece. Sonra 30-cu sual. Deməli şəkil vermişdi çevrə. Çevrə deməli KB toxunan çəkilir. Sonra belə A-dır, C-dir. Aha. Deməli AC vətərinin uzunluğu deyir 10'dur. Sonra BA da deyir tən böləndə, yəni alfa. Və soruşur nədir? BA, elə BA tən bölən uzunluğunu soruşur X. Bəli, göstərək ki, X də 10'dur. Bax, bu soldakı alfanın qabağı 2 alfa. Bu 2 alfa da C söykəndir, oldu alfa. Bu üçbucaq oldu bərabər yanlı. Ona görə X bərabər oldu 10. 36'ya baxaq. Yenə də çevrə verilir. Çevrəyə toxunur. Deməli K, B, D düzəltdir. Yenə daxilində belə bir üçbucaq mövcuddur. AC. AC, B 70 derecedir. Bu olsun 70 derece. AB də deyir AC-yə bərabərdir. Deməli bunlar oturacaqlar 70'dir. Bizdən C, B-dən soruşun ikisi. C 70'dir. Onun qabağındakı olan AB qövsdə 140'dır. 140'a söykənən KB A da 70'dir. Bunların cəmi 70, 70 və X 180 olmalıdır. B bucağın ətrafını deyirəm. Oradan 140'ı 180'dan çıxırsınız. X də bərabər 40 derece. Sonra 37-ci sual. Deməli çevrə vermişdim. Deməli vətər çevrədən 90 dərəcə qövs ayırır. Biz bilirik ki, mərkəzi bucaq həmin qövsə bərabərdir. Ona görə belə çəkək. Mərkəzi bucaq 90 dərəcə isə qövs də aydın ki 90 dərəcə olacaq. Bu vətərin uzunluğu deyir 10'dur. Vətərə qədər məsafə. Bilirsiniz ki, bu bucaq bərabər yanlıdır. Ona görə vətərə qədər X məsafəsi. Həmin X məsafə eyni zamanda, yəni bu hündürlük mediandır. Median da betonun yarısıdır. 5. Sonra 39'cu sual. Deməli, yenə çevrə şəkil çəkiblər. Belə AOB. AOB. Bu da deməli BM-də istənilən hər hansı bir vətər. MB deməli 6'dır. MBA dediyi bucaq 45 dərəcədir. Sonra BM çıxatan qədər A'dan BM çıxatan məsafə. Məsafə bilsin ki, perpendikular olmalıdır. Bu olsun sizin üçün BM düzgətdir. Mən də biləm ki, həmən perpendikular elə nədir? Bax. Nədir? AIM olacaq. Niyə? Çünki bilirsiniz ki, bu diametri söykənən bucaq düz bucaqdır. Bu da 45 olduğuna görə artıq həmən məsafə yəni 200. Bu da bərabərdir 6'ya. Sonra 41'in sual. 41'in sualda demək soruşur BAC bucağını. Burada şəkil çəkmişim, üstündə göstərəcəm. BC qövsü arxadakı oldu 180 dərəcə. M'in qövsü isə 60 dərəcədir, çünki 3 bərabər hissəyə bölündü. Bucaq A'nın baxımında da BC qövsünə, yəni böyükdən çıxıram M'ini, bölürəm 2'yə. BC 180'dır, M'in də 60'dır, çıxdıq, böldük, 120'nin yarısı 60 dərəcə. 42'nin də yəni şəkil var deyə. Yenə BC qövsü oldu 180 dərəcə. BD ilə DC eyni olduğuna görə DC-yə, yəni CD-yə düşür nədir? 90 dərəcə. Yenə bucaq A-nı tapmaq istəyirsə, BC qövsündən çıxmaq lazımdır. DC qövsünü bölmək lazım 2'yə.
BS qövsü 180 dərəcədir, DS 90 dərəcədir, çıxdıq 90, yarısı nədir? 45 dərəcə. Bəli. Sonra 40 üçün sual. Deməli, burada PBD hansıdır? Burada N qövsü bir dəqiqə nəyə verir? BP'dir. Buradan bıçaq P deyir ki, bərabərdir 40 dərəcə. Sonra M qövsüdən bərabərdir 60 dərəcə. Tapın deyir N qövsünü. Yəni şəkildən aydın ki, N çıx N bölü 2 və P-yə, yəni 40-a. Biz N-ı tapacaq. N çıxısı M, yəni 60 bərabərdir 2-yə vuranda 80. N da bərabərdir 140 dərəcəyə. Cavab 140. 45-ci sual. Radiusa bərabər vətər vermişdim. Belə çevirə. Deməli, vətər vermişdi. Radius da vətərə bərabərdir. Bu şəkildə. Bu olsun AB vətəri. Bu A ucundan və eyni zamanda B ucundan toxunanlar çəkmişdi. Bu şəkildə. Toxunanlar çəkmişdi. Aydın ki, burada bu radius vətərə bərabər deyə üç bucaq bərabər deyə bucaqdır. Bu da bilirsiniz ki, radius toxunana perpendikülər olur. Ona görə bu P var ha. Burada kiçik bucaq aydın ki 120 dərəcədir. Çünki 4 bucaqlı A ilə B qarşı-qarşıya 180-dırsa, O ilə P, bucaq O ilə bucaq P-nin cəmi 180 olmalı idi. Sonra digər bucaq da 60 dərəcədir. Buradan böyük soruşanda, yəni ki, P-nin maksimum böyük soruşanda cavab 120-dir. Kiçiyin soruşsanız, 46 da kiçik soruşur. Baxın, 46. Deməli, bucaq P minimum soruşur. O da elədir 60 dərəcə. Sonra 47 sual. Çevirən bir nöqtəsindən belə. Çevirən deməli hər hansı bir nöqtəsindən hər birinin uzun 4 olan 2 qarışıq perpendikülər vətər. Yəni, bir dəqiqə biraz bu yana götürək. Deməli, bir-birinə deyil, bərabərdir bunlar. Bu vətərlər bir-birinə bərabərdir. Hər birinin uzunluğu da nədir? 4-dür. Şərtə görə. Bu çevirən radiusunu tapın. Aydın ki, bunlar perpendikülərsə, bunları birləşdirəndə bu mərkəzin keçəcəkdir. Çünki diametr çövkən bucaq düz bucaq olur. Qarşısı deməli diametr 4 kötkidir. Radius isə diametrin yarısıdır. Cavab elədir 2 kötki. Sonra 49. Çeviri xarici götürmüş nöqtədən bu çeviriyə 2 dənə toxunat çəkmişdir belə. Və toxunanlar çevirəni 1 bölünsün 8 nisbətdə bölür. Yəni bu x-dir, bu da 8x-dir. Bunların cəmi x-dən 8x-in cəmi 160-dır. Buradan 9x 160, x elədir 40. Deməli, bu 40 dərəcə oldu. 40 dərəcə və bizdən soruşur toxunanlar arası qalan bucaq. Biz də bilir ki, bu alfa ilə 40-ın cəmi 180 deməlidir. Ona görə alfası da bərabər olacaq 140 dərəcəyə. Sonra deməli baxırıq 50-ci suala. Deməli şəkil var, çevirə vermişdim. Belə bir şəkil. A-dır, Y-dir, O-dur, sonra da B-dir. Sonra bir dənə dikəsən çəkilmişdi. Bu olsun A, D, C. O-la D-ni, O-la C-ni birləşdirsək, aydın ki, bu şuşat bərabər yanıldı. Şərtə görə COD 80-dır. COD, yəni bərabər yanı təpə bucaq 80-dır. Onda D ilə C 180-dan 80 çıxanda 100, D ilə C-yə 50-50 düşür də, aydındır. BAC də 10 dərəcədir. Bizdən soruşur YOD-ni, yəni alfanı. Biz də bilir ki, bu bucaqda aydın ki, bu 50 xaric bucaqdır. Xaric bucaq 50, alfa ilə 10-un cəmidir. Alfa da bərabərdir 40 dərəcə. Belə. 52-ci misala baxırsanız, 52 misalda taydı, prosto yeni yazıram. Deməli, çevrə vermişdim. Deməli, şərtə görə, deməli, şəkil belədir, baxın, belə. Bu olsun, deməli, toxunan çəkilmişdi. Bu T nöqtəsində toxunandır, bu da B-dir. Bu da olsun, deməli, vətər. A-dır, P-dir. Yəni, ən yaxşı toxunanla, məsələn, vətər arasında qalan bucaq, biz toxunanla vətər arasında qalan bucaq, bir iki kəsənlə vətər arasında qalan bucaq bərabərdir, birbaşa. Ona görə toxunan, yəni PT ilə PA-nın arası alfadır. Bu da bərabərdir PB ilə BT-nin arasına. Ya da bayaqdan dedik ki, isbatı da alfadır.
Məsələn, qabaqda AT qövsü 2 alfadır. B də ora söykənib, bu da alfa. Ancaq biz bilməliyik ki, toxunanla vətərin arası qalan bucaq kəsənlə vətərin arası qalan bucağa bərabərdir. O daha tezdir. TAB deməli 78 dərəcədir. Buradan BTA. Burada x yazaq, bunu soruşur. Bəli, bu bucaq bərabər yanı olduğuna görə onda B alfasa P də alfadır. 78 də bərabər olacaqdır. Bu alfa ilə alfanın cəminə alfa bərabər 39 dərəcəyə. Sonra BTA üçbucağından aydın ki alfanın yəni 39'un, sonra A'nın yəni bir də x'in cəmi bərabərdir 180 dərəcəyə. Buradan x bərabər 180'dan çıxırsınız. 70, 30 elədir 100, 109, 117. 117'ni çıxırsınız, cavab elədir 63 dərəcə. 53-cü tapşırıq. Deməli, çevrə yenə verilir. Deməli, A nöqtəsinin çevrə 2 dənə toxunan çəkilmişdir. Belə olsun A, M toxunanı, bir də ki A, N toxunanı. Sonra mərkəzdən bu M, N birləşir. Sonra deməli belə. Bu şəkil belə. Deməli, burada deməli bir də ki mərkəzdən A-nı birləşdirir neysə. Sonra istəyir ki MOA, bunu MOA dediyinə mən alfa deyirəm. MOA, sonra MAO. Yəni, bu da olsun beta. Deyir, bundan fərqi 10'dur. Tapını MBN. Demək, x bucağını tapmaq lazım. İndi aydın ki, bu toxunan radisi perpendikulyardır 90 dərəcədir. Şərtə görə bu alfa çıxılsın beta deyir 10'dur. Bizdə bir ki alfa beta düz bucaqlı, üç bucağın iti bucaqlardır. Cəmsi 90'dır. Tərəflər toplayanda beta ilə islah getdi. Qaldı 2 alfası bərabər 100'ə. Alfası bərabər 50'yə. Alfa 50'sən da bucaq O bərabər 2 alfaya. Bu oldu 100 dərəcə. X də şübhəsiz ki, həmən bucaq O'nun yarısıdır. 100'ün yarısıdır. 100 bölünsün 2, cavab elədi 50 dərəcə. Demək, 55'in suala baxırıq. 55'in sualda demək, çevrə verilir. Sonra şəkil çəkək. Bu olsun deməli diametr C, o D. Bir də vətənlə kəsişir. Bu olsun B, bu olsun A. Kəsməsi olsun K. Bəli, deyir ki, bu AC qövsü 30 dərəcədir. Yuxarıdakı DB 90 dərəcədir. Biz də buradan bilir ki, bucaq K, bunların söykəndi qövsləri var ya, 30 ilə 90'ın cəminin yarısı, 120'nin yarısı ilə də 60. Demək, ortaya yazarım 60 dərəcə. O ilə birini birləşdirsək, bu aydın ki, bu yuxarı 90'sa, o bucaq 90'dır, bəri 90'dır. Onda oldu 30 dərəcə. Şərti verir, O'dan K'ya 6. Demək, 30'un qabağı 6'sa, BK pitoncu elədi 12, belə. Sonra bu radius olacaqdır 6 kötü 3. Bu şekilde yukarısı olsun 6 kötü 3. Demek 6 kötü 3. Deməli onda CK olacaq 6 kötü 3 çıxılsın 6. Bax belə. AK'nın soruşu bu da olsun x. Şimdi biz bilirsiniz ki bu AK'nın yəni x'in də 12'yə hasili bərabərdir. Həmən KD'nin yəni 6 üstə gəlsin 6 kötü 3'ün CK'ya yəni 6 kötü 3 çıxılsın 6'ya. Yəni bir də xasən yazaq. Yəni deyirəm ki, AK'nın bilirsiniz ki, BK'ya hasili bərabərdir. DK'nın nədir? CK'ya. Bəli, indi onları yerine yazmışıq. 12x bərabərdir. Demək, 6 kötü 3'ün kvadratı elədir 108. 108 çıxsın 36. Bu da elədir deməli 72. Oradan x də bərabərdir. 6 tapırıq. 72'nin 12'yə nisbəti və salam. 57'ci tapşırıqda deməli bu çevrən bir böyükdür. Çevrələr toxunur. Sonra bunlara toxunan çəkilmişdi. Bu olsun A. Deməli C. Sonra mərkəzə verilir O1. Bir də O2. Bir də buradan B nöqtəsi bunların toxuma nöqtəsidir. B-dən aşağı bir xət çəkilir. Oxuyaq. B nöqtəsindən bir-birindən xaricdən toxunanlar və B'də 6'dır. Biz bir ki B'də isə 6'sa AD'si də 6'dır. Bax bu şəkildə. Sonra nə D-cənin üstünədir 6'ya bərabərdir. Toxuma nöqtələri arasındakı məsafə AC-də həmən bu AD yəni 6 ilə
DC-nin cəminə bərabərdir. Cavab elə də 12. Çünki toxunanlar eynidir. Fərz edin ki, D nöqtəsini toxunan çəkdi. Həm böyük D, nə bilim DB, həm də kiçiyə DB və DC. Bunlar eynidir. Sonra 58-ci sualda deməli çevirə çəkirik. Belə toxunan olsun. MBN. Sonra B nöqtəsini belə. Deməli, burada B təbəl nöqtəsindən çəkilmiş MN şərtə görə paraleldir AC-yə. Bunu yadda saxlayın. CBN 75 dərəcədir. Aha. Bu 75 sonra da aşağısı 75 olacaq. Çünki paralelcə çarpazlar eynidir. Bu M qövsündə soruşur. 75'in qabağı C75, qabağı C'nin qabağı 150'dir. Sonra aynı 150'nin də yarısı 75'dir. 75'in 75 150, yenə aşağı 30 düşür. 30'un qabağı da, çünki 30 M-nin yarısı da. Onu görüm M qövsdə bərabər 60 dərəcə olacaq. Sonra 60'ın sual. Deməli belə. Bu olsun diametr AB. Sonra C'də də buna paraleldir. C'də çəkilər. Belə birləşdirilər. C'də bərabər 5'ə şərtə görə. Sonra bu qövsdə DB 60 dərəcədir. AB, yəni diametrini tapmaq lazım. Bu 60 dərəcə isə aydın ki, O da 60 dərəcədir. Sonra bunları birləşdirək. Paralel olduğuna görə deməli C'də, onda həmən DB qövsü ilə AC qövsü yəni bu da 60 dərəcə. Demək O da 60'dır. Buradan aydın ki, alındı bərabər tərəfli üçbucaqda gördünüz. Bunların hamısının tərəfi eynidir. Option bura üzəri 5'dir. Ona görə AB bərabərdir 10 olacaq. 61'in sual demək çevrəyə A nöqtəsindən deməli 2 dənə kəsin çəkilir. Bir mərkəzin keçir AO. Sonra bir də ADC. Deməli O ilə D-ni birləşdirirsiniz. Bilirsiniz ki, bu da OC ilə OD. Şübhəsiz ki, radiuslar da eynidir. Şübhəsiz bərabər yandı. Neysə OCD. Bu olsun deyir 50 dərəcə. Tapmaq lazımdır. Yox, bir də var. Qövsdə 60 dərəcə. Tapın BAC-ni. Alfanı yəni tapmaq lazım. Deməli C 50 isə D də 50'dir. Bu bir. Sonra 50, 50, 100. Onda bucaq O elədir 80. Sonra 60. BOC də 60'dır. 60'dan 80 cəmi 140'sa YOD 40'dır. Sonra bu bucaqdan bilirsiniz ki, xarici bucaq, yəni 50. Həmin 40'la alfanın cəmidir. Alfası bərabərdir 10 dərəcə. 62-ci tapşırıq çevirə verilir. Sonra deməli belə. Aha. Deməli bu mərkəz bucaq 160 dərəcə bərabərdir. Qarşıdakı x-i tapmaq lazımdır. Bəli, yenə bunu çevrə daxilə çəkib 4 bucaq ilə tamamlasaq, alt 160 ise aşağıdakı 80 edir. 80'dan da x-in cəmi 180 eləməlidir. X də bərabərdir 100 dərəcəyə. Sonra 64'ə baxaq. 64'də yəni şəkil çəkməyə ehtiyac yoxdur. Şəkilə baxaq. Burada məsələn alfa 16 ise qarşısı 32'dir. Beta 20 ise qarşısı 40'dır. Sonra bunun dediği AMB də 130 ise buradan deməli həmən qammanın qabağındakı bucağı tapmaq üçün, qammanın qarşısını tapmaq üçün həmən 130'dan 32 ilə 40'ın cəmini tapırıq. Və bölürük. O da elədir 58. Sonra 58 bölürsünüz 2'yə. Qammanı tapırsınız. O da 29. Bir daha. Alfa 16'dır. Qarşısı 32. Beta 20'dir. Qarşısı 40. Elədən 72. Bir də 130'dan 72'nin çıxanda qammanın qarşısını tapırsınız. Qammanın qarşısı 58'dir. 58'in yarısı isə qammadır. Sonra 60 deməli 5. Deməli çevrə verilir. Şəkil çəkək. Belə. Aha.
Demek bu olsun AB, bu da olsun merkez OCM. Demek ABO dediğim 60 derecedir. ACO 30 derecedir. Biz A ile onu birleştirsek buradan beraberlik sağlanır. Ona göre de bu 30 derece oldu. 30-30. Sonra bu beraber yanlı olduğuna göre B 60'da A da 60'da. Ona göre aşağıya da 30 derece düşür. Sonra deməli bu da 90 derecedir. Bizden de hemen o emcin soruşur. Bu da olacak 90 derece. 67 sual. 67 deməli ABC nöqtələri mərkəzi O olan çevir üzərindedir. Və ABC 30 dərəcə olsun. Böylece A, B, C. Bu olsun 30 dərəcə. Sonra onda yuxarı 30 dərəcə isə mərkəz bucaqda olur 60 dərəcə. Buradan alınır deməli bərabər tərəf üçbucağı. AOC deməli dedik üçbucağın perimetri 27 isə bütün tərəfləri eynidir. Buradan 3x bərabərdir 27-yə, x də bərabərdir 9-a, cavab 9. Sonra 69 suala baxa. ABC demək çeviri vermişdi. ABC nöqtəli mərkəz olan çeviri üzərində də AOC üçbucağı bərabər tərəf olarsın. Belə. Deməli AOC. Onda deməli burada deməli AOC belə ola bilər, bax belə. Bu şəkil. B də yuxarıda ola bilər. AOC bərabər tərəfi isə bu olsun 60, 60, 60 şərti görə bu. Bizdən soruşur B bucağı var ha. Bu B bucağın maksimum qiyməti nədir, minimum qiyməti. Məsələn bu yuxarıda çəksən B-ni onda oldu 30 dərəcə. Ancaq aşağıda çəksən, baxın. B-ni aşağıda çəksən belə də ola bilər də A, B, C. Belə də ola bilər. O zaman B bucağı olacaq 150 dərəcə. Demək minimum deyəndə 30 götürəsiniz. Maksimum deyəndə 150 götürəsiniz. Və salam. Sonra deməli 71 suala baxırıq. Deməli çevirə verilir yenə. 2 dənə vətər keçmişdi. Deməli bunun dediyi M deməli 2x-dir. Buraya yazaq. Bu 2x-dir. N dediyi 4x-dir. Bu da K dediyi 5x-dir. Bu da 7x-dir və salam. Bizdən soruşur AMB, yəni alfa. Aydın ki bu həmin 2x-in, 4x-in, yəni 5x-in, bu 7x buna tam deyəcəm 360 dərəcə. 2, 4, 6, 6, 11, 18x elədir. Buraya da 360. Onda x elədir 20. Onda demək 5x olacaq 100. 2x oldu deməli 40. Onda alfa bərabər olacaqdır. Həmin 100-dən 40-ın cəmini yarısı. 140-ın yarısı cavab elədir 70. Sonra 73-cü tapşırıq. Demək çevirəyə. Demək toxunan çəkilmişdi belə. BC. Bir də ki mərkəzdən belə kəsən. A'dır bu O olsun. Bu da D. Sualda deyilir ki DC qövsün uzunluğu 20-dir. DC qövsün uzunluğu 20. LDC bucaq yuxa uzunluğu 20-dir. AC yoxsa deyir AC. DC qövsün uzunluğu 16-dır DC. Bəli, elə üstə yazaq. DC deməli 16-dır uzunluq baxımından. AC də tərsən danışıq. AC-si 20-dir AC. DC-si 16. Bəli. Bu 20 bu fikir versəniz, yəni burada nədə AD eyni zamanda çevirən 2 bərabər hissəyə bölür də. Yəni 20, 16 bu hissələri var ha. Bunların cəmi 180 dərəcədir. Sadəcə 20 uzunluqdur da. 20 bölünsün 16 bu uzunluqların nisbətidir. Bu 4-ə ixtisar isə 5 bölünsün 4 qalır. Bəli. Onda qövslər nisbəti olduğu 5x-in 4x-ə nisbəti. Deməli böyük qövs olsun 5x, kiçik qövs olsun 4x. Yəni dərəcən deyirəm. Həmin 5x-dən də 4x-in cəmi olacaq 180 dərəcə. Buradan x bərabər oldu 20 dərəcə. Bizdən də soruşurlar ABC bucağını, yəni baba alfanın
O da bərabərdir həmən 5x çıxılsın 4x bölünsün 2-yə. 5x yəni 100'dür. 4x 80'dır. Çıxdıq 20. 20'nin yarısı 10 dərəcə. Sonra 75'in suala baxırıq. 75'də deməli çevirə verilir. Deməli belə çəkilir. C D belə. Çeviri daxilində 4 bucağını çəkilmişdir. Şərtə görə DAC bucağı 37 dərəcədir. ACB 48 dərəcədir. Və BCD-ni tapın. BCD. Yəni bir dənə alfanı tapsa, oradan BC'dən də tapış oluruq aydındır. Bərabərdən sual. Deməli buradan deməli neyini? Burada 37 isə aydın ki bu nədir? Mərkəzin keçirdiyi, bunu göstərməmişdim. Mərkəzin keçirdiyi şübhəsi ki bu diametrdir. Diametrə söykənən bucaq düz bucaqdır. Onun yuxarısı oldu 90 dərəcə. Onun ki alfada oldu 90 çıx 37. Bu da 53 dərəcə. 53-dən də 48-in cəmi verir BC-dir. Bucaq BC-dir. Bərabərdir 48 üstə gəlsin 53. O da deməli 3-dən 8 11 9 101-lədir. Sonra 77-ci misala baxaq. Deməli bir dənə böyük çevirə çəkilib. Sonra bunlara deməli toplam 2 dənə kiçik çevirə çəkilmişdir. Belə. Sonra A deməli mərkəzə birləşdiriblər. O1 O2 axırıncısı O3. Burada B'dir. Sonra C nöqtəsi də buradadır. A-la C-ni birləşdirirlər. B-lə də deməli C-ni. Bax belə. Sonra deməli AC də bərabərdir eyni zamanda BC. Bu oldu option bərabər yanlış. Sonra R1 deməli 7x-dir. Üstünü göstərək. R1 dediyi hansıdır bu? R1 O1 mərkəzidir. Olsun 7x. Sonra R2 dediyi 12 mərkəzidir. 12 12. Sonra R3 dediyi də O3 mərkəzdir. O da nədir? 7x 7x. Aha belə. Deməli onu balaca çevirələr eynidir. Bir də deməli mərkəzi birləşdirsə aydındır ki bu O2-si, bu da 12-si. Pifagor teoreminə görə AC, baxın AC bərabər olacaqdır. AO2'nin kvadratı üstə gəlsin CO2'nin kvadratı. A12 elədir 24x. Bəli 24x'in kvadratı üstə gəlsin 10x'in kvadratı. Bu da elədir 26x. Alda deməli AC 26x'dir, BC də 26x'dir. Və ABC'nin perimetrində 50 veriblər də ABC. Demək 26x ABC. Bir dəqiqə yuxarıdan şey nədir bu AB-də də bax AB. Toplayanda 7x 7x də 14. O da 14 24. Yox 14 28x. Üstünə də bir 20x gələndə elə də 48x. Bəli bu olsun 48x. Aha. PABC biraz aşağıdan yazalım. PABC bərabər oldu AB yəni 48x. Üstə gələ AC yəni 26x. Üstə gəlsin 26x. Bu da 48 üstə gələ 52 necə 100x elədi. O da şərtə görə neçə idi? 50-dir. Buradan x bərabər oldu 2-də 1-ə. Bizdən sonra AB-ni tapın. AB də deməli 48x deyəsən. 48-ə vurasınız 2-də 1-ə. O da bərabərdir 24 və salam. Sonra 28-ci sual asandır. Buradan şifa deyə. Məsələn buradan alfanın qabağı 2 alfadır. Betada 2 alfanın yarısı betadır. Bəli, yəni alfa 40-sa qarşısındakı qövs elədi 80, betada elədi 80 və salam. Yəni beta bərabərdir 2 alfaya. Ona görə birinci uyğun gəldi.
A bəndi, yəni betası oldu 80. Alfası 40 deyə cəmi 120, yəni A və Y bəndi uyğun gəlir. İkincidə alfa 70 isə beta elədi 140. Ona görə C bəndi uyğun gəlir. Üçüncüdə alfa 80 isə həm betası olsun 160, həm D bəndi uyğun gəlir, həm də B bəndi 160-dan 80-ın cəmi 240. Sonra 80-ın sualı buna şahidi. Məsələn 80. Aydın ki, diametr sökülən bucaq düz bucaqdır. A 3-dür, B 4-dür. Ona görə diametr elədi 5. Uzunluq elədi 5 pi. İkincidə diametr 13-dür, uzunluq 13 pidir. Üçüncüdə diametr 20-dir, uzunluq nədir? 20 pi. Və uyğunlar yazmırıq, sadədir. Sonra axırıncı bax 80-ci. 87. Deməli 87-ci sualda deməli şəkil çəkilir böyük çevrə. Bir də buna toxunan balaca çevrə. O1-ən O2 mərkəzlər olsun. Belə. O1, O2. Aha. Sonra belə birləşdirək. Bu olsun M. Kəsmələri K-dır. Bu da A-dır. Mesela. Yəni, burada 90 dərəcə filan bəşməkən deyil. Yəni, oxşatmaya baxmayaq. Sonra deməli, işarəli necə yazaq? Bunu deməli x olsun. Bu da olsun y. Bax beləcə. Sonra ayımda bizdə 10'dur. Ayımda bütövdür. Bu olsun 10. Deməli, deyir ki, P, A, O1K. Burada belə MN yazaq. MN. Deməli, bu 10 bərabər oldu M ilə N'in cəminə. P, deməli A, deməli P, yox, A, bəli, O1K, üstə gəlsin. P, M, O2K. Nəyə bərabər? Şimdi birinci üstan perimetri oldu 2x plus M. İkinci üstan perimetri olacaq 2y plus M. Bu bərabər 48'e. Buradan da 2x üstə gəlsin, 2y üstə gəl, M, bu N idi olsun, M plus N bərabər olsun deməli 48'e. M ilə N'in cəmi yerinə də şərtə görə 10 yazırıq. 2x plus 2y bərabərdir 48 çıx 10 elədi, şey nədir 38'e. Deməli x ilə y-in cəmi də bərabərdir 19'a. Bizdən soruşduğu nədir? Elə O1, O2, o da O1, O2, x-in y-in cəmidir. Sonra deməli 89-cu suala baxırsınız. Deməli konsentrik, yəni iç-içə çevrələr vermişdi. Eyni mərkəzə malik olan çevrələr. Sonra A deməli belə A, B'dir. A, O, sonra belə deyince. Demək, AO 2x'dir. Üstünə yazaq. AO 2x'dir. Onda görə OC'de 2x olacaq təbii. Sonra AB, AB. Bu da 3x'dir. Yəni qarşısı bu da 3x'dir. Belə. Sonra AMC qövsü. AMC qövsü. Buramı yazaq. Bu olsa AMC qövsü. Və B-ində qövsün uzunluqları üçün B-indi. Belə, bunların uzunluqları cəmi də 42'dir. Elə B-ində qövsünü soruşur. Deməli, burada bunların bir dəqiqə bax, qırmızı ilə göstərin. Həmin bu M-in N-ə nisbəti, M-in N-ə nisbəti. Elə bərabərdir, bunların bucaqları eyni olduğuna görə qövslərin uzunluqları nisbəti elə bərabərdir bunların radiusları nisbətinə. Deməli, birinin radiusu burada 2x-dir. Obisinin də radiusu nədir? Böyüyün də radiusu 5x-dir. Ona görə bu oldu 2-nin 5'ə nisbəti. Deməli, artıq M-N qövslərinin M-in deməli N-ə nisbəti bərabər oldu 2-nin 5'ə nisbəti. Bu belə. Bunların da qövslərin uzunluğu cəmi olacaq 2K. Üstə gələ 5K bərabər 42'yə. Buradan 7K bərabər 42'yə. 42'yə. K da bərabər 6'ya. Şu K oldu 6. Bizdən B-N'dən N'ini soruşur. N'də dediyək 5x-dir, 5K-dır. 5'də burasınız 6'ya, cavab verəcək 30. Belə. Sonra deməli 91-ci suala baxaq. Deməli yarım çevrə verilmişdi.
Bu da deməli dəzgahın qolları diametr AB-dir. Diametr AB. Bu da mərkəz olsun. Bizdə bir iki diametr söykənən bucaq düz bucaqdır. Onun ki K 90 dərəcədir. Alfa betan vermişlər. Deməli şərtə görə hər ikisi alfa bucağı dəyişir. Deməli 30-45 arasında dəyişirsən. Deməli onda 30 kiçik bərabərdir alfa, bu da kiçik bərabərdir 45'dir. Bizdən betanı dəyişməsini soruşur. Bizdə bir ki beta bərabərdir 90 çıxsın nədir alfaya. Ona ki 90'dan bir dəfə 30 çıxacağıq. Bir də 90'dan 45'i çıxacaq. 90'dan 45 çıxanda, yəni 90'dan 45'i çıxanda 45. 90'dan 30 çıxanda 60. Demək beta 45'dən 60 arasında dəyişir. 92'dən ondaydı. Bəli, inşallah gerisində çəkəcəm. Ben Allah subhanahu taala zihin açığı versin. Amin. Selamun aleyküm.